Salam dostlar, mən Hilal. Salam, mən isə Bilal. Kanalımıza xoş gəldiniz. Süni intellekt haqqında ilk videomuzda onun nə olduğunu öyrəndik. İndi isə yeni mövzu ilə qarşınızdayıq. Hilal, bəs maraqlıdır. Süni intellekt necə öyrənilir? Məktəbdə bizim kimi dərs oxuyur, yoxsa kompüter qarşısında oturub kitab oxuyur? Bəli, maraqlı sualdır. Heç biri. Gəlin görək süni intellekt əslində necə öyrənir? Əvvəlcə süni intellektə çoxlu məlumat və nümunələr verilir. Məsələn, Tutaq ki, ona pişikləri tanımağı öyrətmək istəyirik. Bunun üçün ona çoxlu pişik şəkilləri göstəririk. Şəkillərdəki müxtəlif xüsusiyyətləri və nümunələri analiz edir. Məsələn, qulaqların forması, gözlər, üz quruluşu və başqa xüsusiyyətlər. yəni çoxlu pişik görəndə onları tanımaq daha asan olur. Düzdür, çoxlu nümunə gördükcə yeni bir şəkil tanımaqda daha yaxşı nəticə göstərə bilər. Bəs öyrəndikdən sonra onları necə yoxlayırlar? Ona əvvəllər görmədiyi yeni bir şəkil göstərilir. Məsələn, başqa bir pişik şəkli. Bəli, süni intellekt öyrəndiyi nümunələrdən istifadə edərək onun pişik olub-olmadığını müəyyən etməyə çalışır. Deməli, süni intellekt heç vaxt səhv etmir. Xeyr, edə bilir. Əgər ona verilən məlumatlar az, səhv və ya keyfiyyətsizdirsə, süni intellekt də səhv nəticə verə bilər. Deməli, süni intellektin öyrənməsi üçün yaxşı məlumatlar çox vacibdir. Eləmi Hilal? Tamamilə doğrudur Bilal. İndi başa düşdüm. Süni intellekt insan kimi dərs oxumur. Bəli, o çoxlu məlumatları analiz edir, nümunələri tapır və öyrəndiyi yeni məlumatlar haqqında nəticə çıxarmağa çalışır. Bəs görəsən, gələcəkdə süni intellekt insanlardan daha ağıllı ola bilər? Bax, bu artıq başqa maraqlı sualdır. Bu və daha maraqlı suallara gələcək videolarımızda danışarıq. Sizlərin də sualınız varsa, şərhlərdə yazın, birlikdə araşdıraq. Kanalımıza abunə olmağı unutmayın. Hələlik, kəşf et, öyrən, əylə.